Hörmətli izləyicilər, hər vaxtınız xeyirli olsun. Xırdalan şəhərinin mərkəzində sizə yeni bir mənzil təqdim edəcəm. Mənzilimiz o qədər gözəl yerləşməyə malikdir ki, deməli bu mənzildə, həmçinin bu binada bütün müsbətlər sanki burada cəmləşib də. Az sonra təqdim edəcəm. Siz də bunun şahidi olacaqsınız. Bax, belə bir giriş hissə, girişin solunda belə bir açarlıq və gizli işıqla yığılmış güzgü, sağ tərəfdə böyük bir boşluq. Adətən bütün alıcılar bax belə kvadrat formasında dəhliz istəyir. Qonaq otağı, yataq otağı və hamam sanuzel. Girişin, mətbəxin və hamam otağının döşəməsində isti döşəmədən istifadə edilib. Bura mənzilimizin komfortlu və göz oxşayan zal hissəsi. Zal ilə mətbəxin arası bax bu formada sürgülü şüşə ilə bölünüb. Nəzərinizə bir daha çatdırım. Belə sürgülü şüşə ilə bölünüb. Mətbəxin döşəməsi isti döşəmə, giriş mebeli yığılıb, tam hazır vəziyyətdə. Bu hissədə eyvan sahəsində kiçik bir eyvanı var. Kombi, qazın sayğacı və isti döşəmənin xəttləri eyvanda nəzərdə tutulub. Hörmətli izləyicilər, Xırdalan şəhərinin tam mərkəzində Bakı-Sumqayıt elektrik qatarının dayanacağının bir addımlığında yerləşir. Təmir də gözəldir. Mənzil 3-cü mərtəbədə yerləşir. Hündür mərtəbəli binadır. Sürətli lifti, avtomobil dayanacağı, qazı, suyu, işığı fasiləsizdir bu binanın. Burada isə yerləşir mənzilimizin hamam otağı. Tam təmirli və tam təchizatlıdır. Nəzərinizə çatdırım ki, bütün təmir prosesi təmir trendinə uyğun şəkildə həyata keçirilmişdir və keyfiyyət burada bir nömrəli nüans olaraq nəzərə alınmışdır. Bütün pəncərələrin qarşısı tam olaraq açıqdır. Tam olaraq açıq şəkildədir. Mənzilimiz də 54 kvadrat metr ümumi sahəyə malikdir. İpotekaya yararlıdır. Çıxarışı da əldədir. Orta mərtəbə, orta mənzil. Almağa tələsin. Alıb rahatlıqla 500-600 manata bugün üçün kirayə verə bilərsiniz və yaxud da alıb köçüb yaşaya bilərsiniz. Tıxacsız, əla ərazidə yerləşir. Binanın altında bir neçə supermarket şəbəkəsinin filialı var. Burada yaşamaq istəsəniz əgər nəqliyyat vasitəsi istifadə etməyə ehtiyac qalmayacaq. Çünki hər bir infrastruktur yaxındır. Sağ olun, sizin də satışda anlayışınız varsa müraciət edin, satışında yardımcı olaq. Salamat qalın.